Mən 14-cüyəm nəsildə. Deməli, mən gəlib çıxmışam təxminən 1500-cü illərə, amma adları biz nətərdir? Onların adları 2 dənə, 3 dənə ad. Mən onları hələ dəqiqləşdirməmişəm o adları, 15-ci əsrdə olanları. Yəni ki, 1674-cü ildə Hacı Kərimdir. Yəni ki, oradan dəqiq bilirəm adlar hamısı. Çünki bu sənədlər var, bunlar qorunub, saxlanıb. Bu sənədlər var, yəni Hacı Kərimdir, Ağa Hacı Kərimdir, onun oğlu Ağa Hacı Mansurdur, yəni familiyamız oradan gəlib, yəni Ağa Hacı Mansur bəy. Bunlar zadəganlar olublar, bunlar varlı adamlar olublar. Bunların Bakıda deməli gəmiləri olub, bunlar həm ticarətlə məşğul olublar, yəni tacirliklə məşğul olublar, həm bəy olublar, mülkədar olublar, həm torpaqları olub. Yəni ki, ondan sonra Hacı Mansurdan sonra gəlir deməli Ağa Hüseyn bəy. Ağa Hüseyn bəydən sonra gəlir Ağa Salah bəy. Ağa Salahdan sonra gəlir Məşədi Məlik bəy. Məşədi Məlik bəy mənim ulu babam. Onun da adı ilə çox bağlıdır Bakıda. Bakıda ilk muğam məclislərini yaradıcısı Məşədi Məlik bəy olub. O rəhmətə gedəndən sonra mənim babam Məşədi Süleyman bəy həmin bu işlərdən başladı məşğul olmağa. Yəni ki, Bakı muğam məclislərini davam edirdi, yəni rəhbərliyi o edirdi. Bizim familiyamız Mansurbekov olub. Yəni ki, sonradan bizim familiyanı dəyişiblər. Yəni ki, Sovet vaxtı olmazdı, Mansurov olmuşuq. İçəri şəhərdə şəhərlər yaşayırdılar. Burada gəlmələr az idi. Yəni ki, belə baxanda Rusların buranı zəbt eləməyindən əvvəl, 1806-cı ildən əvvəl. Burada əsasən yaşayanlar yerli əhali idi. Ruslar gələndən sonra yavaş-yavaş Almanlar gəldilər bura, Polyaklar gəldilər. Yəni hər cür millət vardı burada. Bir qism adamlar deyirlər ki, biz şəhəri deyəndə kimlərdən? Deyir ki, Ağşalvarlılardan. Ağşalvarlı yoxdur belə bir söz. Yəni ki, Ruslar 1806-cı ildə Bakını zəbt eləyəndən sonra özü gələndə əsasən onlar gəlmişlər dənizdən, gəmilərlə gəlmişdilər. Rus matrosları, hər kinolara baxsınız, matros çijik zat kinolar var, köhnə Rusların kinosu. Rus matrosları ağ parusinovi paltar gilli ağ şalvardı, ola parusin şalvarlardır. Bizim yerli əhali matros deyə bilmirdi Azərbaycanlılar. Baxırdım da deyirdi, ağ şalvarı gəlir. Yəni ki, o matroslara ağ şalvarı deyirdilər. Mən hər zaman şəhəri gəlib gedirəm. Məsələn, gəlib o Daşdivara baxıram. Mən həmişə demişəm, Daşdivar əsas şərt deyil. Əsas odur ki, bu küçələrlə gedəndə fikirləşirəm ki, özümdə asılı olmuyor ki, Məşəd Süleyman da bu küçə ilə gelirdi. Ağa Salah da bu küçə ilə gelirdi. Filankes də bu küçə ilə gelirdi. Bütün küçələri gezib dolaşıram çünki bizə olağan ruhu buradadır.